kanalıma, videoma hamınız hoş gelmişsiniz. Bugün sizlerle birlikte tekrar başlıktan da gördüğünüz gibi bir günüm vlog. Onda gelin başlayalım. Demek bayağı uyanmışım. Saat yok. Bugün ayın 6'sıdır. Saat ise 8:28'de. Yani səhərdə. Ve əl-yüzümü şu anda yumamışım. Yani ayanan kimi kameranı açmışım. Onda gidək sizinle birlikte əl-yüzümüzü yuyayıq. Arkadaşlar geldim mesleğe, şimdi özüme tost eləyəcəm. Ama birini çəkəcəm tabii ki de. Hadi ben de çayımızı sürəyəm. Arkadaşlar akşamdan fincanımda kola kalmıştı. Ve içini yıkalayacağım. İçini başlatmışım bu arada. Demek indi yaxşıca yıkaladım. Şimdi çayımızı tökək. İçini biraz su kalmışım. Orada bir sabahtan yok gelmedi. Demiştim ki bazarda ne geldi? Geldi de. Neyse. Şöyle bir götüreyim. Size göstermek istemeyenler var kısmı. Böyle az töküyorum şöyle çünkü üzerine su dökeceğim. Çünkü çay kaynağı. Ne kadar çünkü dedim ben. Arkadaşlar vaxt bayağı keçdi. Saat şu an deməli 15:25'dir. İndi bir yeni mağaza açılır. Meyvə tərəvəz bir də İran məhsulları satılır. İndi bazımla ora gedəcəyik. Görək nə var, nə yox. Həm də ki bir iki şey alınacaq. Çünki axşama nugget gələcək. Böyle adını seçmişəm. Nəysə. Belə bir şey. Bu arada bir də sponsor eləməyə fikrimiz var. Ya da ki bir də var idi Magnolia. Eləyəndə təbii ki də çəkəcəm və vlogu qoyacağım. Şimdi kombin eləyəcəm. Daha sonra isə pul götürüb çıxacağım. Onda kombinimi eləyim, sizə güzgüdə göstərəcəm. Kombinim belə şey oldu. Belə bir köynək giyindim. Belə üzüm görünməsin. Belə bir şey. Şalvar olaraq da ətəyi qaşlı bag giyindim. Yəni belə. Onda birazdan çıxanda sizin üçün çəkəcəm. Bir kameram bağlayırıq. Size aldıklarımı göstereceğim. Bu arada o İran məhsulları olan və meyvə tərəvəz satılan yere getməli. Çünki hava dəhşət istəyirdim. Bir dənə belə bir dondurma aldık yəni. Daha sonra bir dənə daha doğrusu iki dənə belə puding aldı. Bu arada bir də bacımın aldıqları da var. Neysə. Bir dənə belə bir peçenye. Daha sonra böyle bir kakao. Burada reklam değil. Neyse bir de böyle bir jelibon. Bu kola jelibondu. Daha sonra böyle bu arada orada vanilya kabartma kalmıştı. Bunları göstermeyeceğim. Yani hepsini istendi. Böyle bir un. Daha sonra bu nedir? Kaymaktı bu da diyorsun. Kaymak. Ve son olarak da nişasta aldım. Az olsa da bence yaxşı, yəni qəşəng şeylər almışam. Yəni dəyərliyəm. Bu arada yol tutacağım. Dediyim kimi hava dəhşət istəyirdim. Şimdi ben bunu yedim ki əlməsin. Açaq. Tamam. Böyle bir şey yani bilenler bilir zaten göstermeye ihtiyacı yoktu. Ben şu an bunlar ve çıkardım. Gösterdiğim ki zaten bildiğiniz çok yani ki bacım
Nergis'in ətini doğradı ki, toyuq fresini doğradım. Birazdan da sosunu falan düzələcəyik, ama çəkəcəm təbii ki. Daha sonra qızmağa dərin bir belə qab qoyuruq. Bol yağda qızardacağıq. Taxta qaşığı belə qoysan, sonra böyle çıtırdamağa başlayır. Onda bilsən ki qızdıq. İndi isə buradan toyuq filelərimizi qarşına batırıb, daha sonra unla nişasta qarşına batırıb qızardacağıq. Orada çıdır deyə bilər, ona görə də biraz uzaqdan çəkəcəm. Şu an belədir. Belə bu qızaranda baxın belə şişməyə başladı kənarlar falan. Fırsızlı olacaq deyə yəni bu formadacam. Bəlkə də görmüşsünüz bunu YouTube'da falan. Biz sizinlə evdə olan yəni hər yerdə olan ərzaqlarla eləmək üçün belə bir resept paylaşdıq. Ben tam belə demək istəyirəm. Bu da isə digərlərinə belə qoyuruq. Sosa batırıb aradan qızarmağı qoyacağıq. Siz de bizim kimi çalışın, bol yağda kızartmaya çalışın ve yağın tam kızdığının emin olun. Biraz keçdi ve indi səbəl oldu. Baxın ki, əsl KFC nəqsinə oxşuyur. Baxın digərini də qoyduq, şu an burada qızarır. İndi kameramı bağlayıram, hamısı düşəndən sonra bura qoyacağız. Onu sizə göstərəcəm. Biri hazırdır. İndi çəkəcəyik başqaba. Rengi biraz solgun görünür ama bence yaxşıdır. Yani kamerada elə görünür. Baxın belə oldu. Daha sonra hamısı düşəndə hamısı belə çəkərəm, ona görə kameramı bağlayıram. İnşallah bayaq da göstərdiyim kimi çox qəşəng pişib. Həmçinin də yəni forması da eyni KFC-dəki nəqsinin formasına oxşuyur. Mən burasını biraz yemişəm, özür dilərim. Bu arada uşaqlar, dadlı vaxtım həqiqətən çox qəşəngdir. Eyni KFC-dəkin dadı verir, yəni sınamağa dəyər. Hazırlamaq istəyənlər üçün zaten reseptini və hazırlanma qaydasını qoyacağım. Çok qəşəngdir. Sonra bir ikisi də pişdi və şu anki halı belədir. Bu arada hələ də var yəni burada. Demək inşallah yeməklər artıq hazırdır. Biz də indi çıxacağıq çölə. Bir saat yarım, bir saat 10 dəqiqədən belə bir şey verəcəyik həyətdə. İndi hazıram zaten mən. Beləyəm. Birazdan düşəcəkdə yəni tam hazırdır. İnşallah indi çıxdıq çölə. Belə bir çanta taşımışam bura. Buradan neyse indi gedirik. Yani gəzirik. Sonra gittik gezdik falan. Daha sonra indi eve geldik. Saat şu an 20.08, 20.01'de artık evdeydik biz. Neyse vlogu burada dayandırmak istedim. Videomu beğendiyseniz kanalıma abone olup like atıp yorum atmayı unutmayın.